Xoş gördük, əziz şagirdlər, hörmətli müəllimlər və öyrənməkdə olan hər kəs. Hər birinizi salamlayıram. Bu şəkildə ilk dəfədir qarşınızdayıq. Bizim zamanla YouTube kanalımızda və eyni zamanda digər sosial media hesablarımızda abituriyentlərə dəstək məqsədindən və eləcə də öyrənməkdə olan hər kəsə dəstək olmaq məqsədindən suallar paylaşılır və bu suallar son zamanlar Python mövzularına aid suallardır. Son paylaşdığımız videolardan birinə izah verməyə çalışacağım. Deməli, nəzərə alsaq ki, bu sual Python və funksiyalara aid sualdır və nisbətən şagirdlərimiz burada əziyyət çəkə bilirlər. Odur ki, baxaq artıq sualımıza. Deməli, ilk olaraq belə bir funksiya olduğunu bilirik və bilirik ki, funksiya yazmaqdan ötürü def açar sözündən istifadə olunur və funksiyanın adı isə burada ibu, gördüyünüz kimi budur. Və eyni zamanda onun da parametri burada x qeyd olunub. Və burada n-in bərabər 4 olduğunu görürük və printdə isə ibo n. Yəni, burada artıq ibo 4 olmuş olacaq. Yəni, n bura gəldiyi anda 4 olmuş olacaq və bu çağırılacaq. Çağırılandan sonra bura gələcək. Baxmayın ki, burada n deyir. Bəzən bunu da qarışdıra bilirlər. Bunun içərisindəki parametrdən söhbət gedir. Yəni, n burada x deməyin ki, xətadır. Bu səhv edə bilirlər. Ona görə belə bir variant qoymuşdur ki, bu cavab deyil. Və 4-dür, gəldik bura artıq bunun 4 olduğunu burada yazırıq. 1-dən x plus 1-ə qədər. Yəni, x plus 1 dediyimiz 4 plus 1, 5-ə qədər və i-nin aldığı qiymət, baxsaq, 1, 2, 3 və 4. Bilirsiniz ki, for-la yazdığımız anda son qiymət daxil deyil. 1, 2, 3, 4, yəni bu o deməkdir ki, dövr 4 dəfə işləyəcək. Və yenə bir yanlışımız burada ola bilir ki, ilk görəndə bunu fikirləşirlər ki, bu faktorialın tapılmasıdır və cavabı da 4 faktorial deyib 24 seçənlərimiz olur. Amma diqqət edirsinizsə burada i-yə deyil, x-ə vurulur. X-in də qiymətinin 4 olduğunu fikir etsək, 4 dəfə 4-ə vurulacaq və h da 1-dir. Yəni, ilk başda 1 vuraq 4, sonra, yəni 1 halında bunu yazdıq. Bu elədir 4. Növbəti 2 halında yenidən x-ə vururuq 4. 3 halında yenidən x-ə 4 və 4 halında yenidən vurduq x-ə, yəni 4-ə. Və bu da nə verdi bizə? 4 üstü 4, bu da 256 olur və return bizə h-ı qaytarır. H-ın da qiyməti artıq doğru cavab olaraq 256-ya gəlir. Belə, hörmətli, bu videoya baxan hər kəs, ümid edirəm ki, bu izahdan nələrsə əldə edə bildik. Diqqətli olun, belə xüsusilə də çaşdırıcı suallar ola bilər. Növbəti videolarda görüşənədək, hələlik.